Salam dəyərli abituriyentlər, müdavimlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Qaraxanlı, digər adı ilə Əfrasiyab dövləti. 840-cı ildə yaranmış, 1042-ci ildə parçalanmışdır. Deməli, biz hələ Qaraxanlı dövlətinə keçməzdən qabaq biraz Ərəb xilafətinin zəifləməsi fonunda, Ərəb xilafətinin tənəzzülünün başlanması fonunda deməli, türk sülalələrindən biraz danışaq. Abbasilər dönəmi idi. Bilirik ki, 750-ci ildən sonra Abbasilər dönəmidir. Ərəb xilafətində artıq geniş ərazili Abbasilər dövrü xilafəti, Ərəb xilafəti bu əraziləri idarə etməkdə çətinlik çəkir. Apardığı davamlı müharibələr də deməli, dövlətin zəifləməsinə səbəb olur. Nəticədə 9-cu əsrdən başlayaraq xilafət zəifləyir. Bu zəifləmə fonunda türk sülalələri aktivləşir. Xüsusən də Qaraxanlılar və Qəznənilərdən danışmaq lazımdır ki, deməli, Abbasilər xilafətinin zəifləməsi ilə Qaraxanlı və Qəznəli dövlətləri yaranır. Qəznəli dövləti haqqında bundan sonraki mövzumuza danışacağıq. İndi isə Qaraxanlı dövləti haqqında söhbət edək. Deməli, Qarluq tayfaları Aşina soyuna məxsusdur. Yəni, bunlar da özünü Aşina soyunun davamçıları hesab edir. Deməli, Alp Ər-Tunqanın varisləri adlandırırlar özlərini. Kimdir Alp Ər-Tunqa? Turan hökümdarı adlanır. Deməli, Turan hökümdarıdır və deməli, Qarluq tayfaları tabi olub kimlərə? Əvvəlcə 2-ci Göytürk xaqanlığına, 2-ci Göytürkdən sonra Uyğur dövlətinə, Uyğur xaqanlığına tabi olub. Deməli, Qutluq Bilgə Qədirxan 840-cı ildə, yəni rəhbəri olduğu Qarluq tayfaları, yəni Qarluq tayfaları ilə birlikdə, hansı ki Qutluq Bilgə Qədirxan Qarluqların rəhbəri idi. Deməli, dövlət yaradır. Bu dövlət onun öz adı ilə, hansı ki özünü Qaraxan adlandırmışdı. Deməli, Qutluq Bilgə Qədirxan Qaraxanlı dövləti adlanır. Qaraxan böyük xan deməkdir. Böyük xan deməkdir. İslam mənbələrində Əfrasiyab kimi adlanır bu dövlət. Eyni zamanda Qarluq xaqanlığının da varisi hesab olunur. Qarluq xaqanlığının varisi Qaraxanlı dövlətidir. Qaraxan sözü Bilgə xanın özünü Qaraxan, yəni böyük xan adlandırması ilə başlamışdır. Nə vaxt yaranıb? 840-cı ildə yaranıb. Dəyərli yoldaşlar, Qaraxanlı dediyimiz kimi Qaraxan sözündəndir. Ərazisi Şərqi Türkistan, söhbət Mərkəzi Asiyada. Əgər Şərqi Türkistanla danışırıqsa, Mərkəzi Asiyadan söhbət gedir. Yeddisu və Tianşan ətrafını əhatə edirdi. Yəni, Tianşan dağları da buralara daxil idi. Paytaxtları Balasaqun, Kəşqar, Uzgen. Bu üç şəhər ardıcıl olaraq Qaraxanlı deməli, dövlətinin paytaxtları olub. Qaraxanlılar İslamı qəbul edən ilk türk xalqlarından hesab olunur. Kimlər? Qaraxanlılar. İndi davamını Satıq Buğraxandan görəcəyik. Satıq Buğraxan hakimiyyətə gəldi. 932-ci ildə İslamı rəsmi din elan etdi. İslamı rəsmi din. Oğuzlar 10-cu əsrin ortalarından söhbət gedir. Din elan etdi. 942-ci ildə Xaqan titulunu qəbul etdi. Kim? Satıq Buğraxan. Eyni 942-ci ildə paytaxtı Kaşqara köçürdü. Deməli, İslamın qəbul edilməsi ilə nələr baş verdi? Qədim türk yazıları ki var idi, qrafikası ki var idi, onlar ərəb əlifbası ilə əvəz olundu. Quranın təfsiri yazıldı. Nə vaxt? 10-cu əsrin sonunda. Bu, İslamın qəbul edilməsindən sonra baş verən mədəni proseslərdir. Deməli, bu təsvir, daha doğrusu təfsir, Quran təfsiri türk dilində yazılan ilk Quran təfsiridir. Dəyərli yoldaşlar, 999-cu ildə Qaraxanlı dövləti ilə Qəznəli dövləti ittifaq etdilər və Samanilər dövlətini süquta uğratdılar. 999-cu ildə həmin əraziləri, yəni Samanilərin ərazilərini öz aralarında bölüşdürdülər.
Bu zaman Qaraxanlının ərazisi genişləndi. Sərhədləri Balxaşdan Hindquşa və Qaraqoruma kimi genişləndi. Qaraxanlının əraziləri nə vaxt 999-dan sonra, yəni Samanilərin süquta uğradılıb ərazisinin parçalanmasından sonra paytaxt şəhərləri ilə yanaşı, yəni Kaşgar, Balasaqun, Uzgen ilə yanaşı Səmərqənd, Buxara, Ürgənc, Termez şəhərləri də ticarət mərkəzləri idi. Harda? Qaraxanlı dövlətində, Əfraziyab dövlətində. Dəyərli yoldaşlar, vergidən biraz danışaq. Qaraxanlı dövləti yarananda əvvəllər vergi birbaşa Xaqan xəzinəsinə daxil olurdu. Bu da əlbəttə ki, dövlətin güclənməsinə gətirib çıxardır. Amma sonra bəzi əyanların güclənməsi nəticəsində, onların hakimiyyətinin möhkəmlənməsi nəticəsində ayrı-ayrı şəxslərin, yəni əyanların xeyrinə vergilər toplanmağa başladı. Bu da artıq iqtisadi cəhətdən ölkənin, dövlətin sarsılmasına gətirib çıxardırdı. Nəticədə 1042-ci ildə daxili çəkişmələr, narazılıqlar, mübarizə fonunda Qaraxanlı dövləti bölünəcək iki yerə 1042-ci ildə. Şərqi Qaraxanlıya və Qərbi Qaraxanlıya bölünəcək 1042-ci ildə. Ona görə Qaraxanlı dövlətinin əsas ümumi olaraq Qaraxanlı dövlətinin tarixini 1042-ci ildə bitmiş hesab edirik. Amma Şərqi və Qərbi Qaraxanlı dövlətlərinin başına nələr gələcək, onları da sizə bildirək. 13-cü əsrin əvvəlinə kimi Şərqi və Qərbi Qaraxanlı dövlətləri mövcud olur. Lakin 13-cü əsrin əvvəlində Qarakitaylar Şərqi Qaraxanlıya son qoyur. Şərqi Qaraxanlıya son qoyur və Xarəzmşahlar yenə də 13-cü əsrin əvvəllərində Qərbi Qaraxanlıya son qoyur. Dəyərli yoldaşlar, Qaraxanlı dövlətinin mövzusu da bu qədər. Biz davam edirik türk dövlətlərinə, izləmədə qalın.